Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Uşaq ikən mamamın hazırladığı, çox sevdiyim sucuğu bugün özüm hazırladım və sizlərlə paylaşıram. Mən sucuğu iki cür hazırladım, sadə və qozu ilə. Sadə sucuğun rəngi bu cür sapsarı olur, qozlu sucuğun rəngi isə qoz qatıldığına görə biraz tünd olur. Sucuğu hazırlamaq üçün 1 stəkan buğda nişastasını dərin qaba töküb, üzərinə 2 stəkan su əlavə edirəm, yaxşı qarışdıraraq ıslağa qoyuram. Nişasta islaqda qalana kimi biraz zəfəran, biraz da sarı gül dəmləyirəm. Zəfəran və sarı gülü hazırlamaq üçün üzərinə qaynar su əlavə edib dəmlənməyə qoyuram. 20-25 dəqiqə islaqda qalandan sonra nişastanı qarışdırıb süzgəcdən süzürəm. Süzgəcdə qalan qatı nişastanı da qaşıqla qarışdıraraq tam hamar olana kimi süzgəcdən keçirirəm. Yenidən üzərinə 3 stəkan yarım su əlavə edib qarışdırıram. Sucuğu bişirməmişdən əvvəl 200 qram qoz ləpəsini orta ölçüdə doğrayıb hazır qoyuram. Hazırladığım qarışıma yarım çay qaşığı vanil əlavə edərək qarışdırıram. Sonra isə dəmlədiyim zəfəranı və biraz da sarı kök əlavə edirəm. Qazın üstündə orta ateşdə 30 dəqiqə dayanmadan qarışdıraraq qatı olana kimi bişirirəm. Sucuğu bişirərkən bu cür tez-tez qarışdırmaq lazımdır ki, dibi tutmasın. Sucuq bişib qatılaşdıqca rəngi biraz tündləşir. Artıq sucuğumuz hazırdır. Hazır sucuğun yarısını qaynar halda nimçələrə tökürəm. Yarısına isə əvvəlcədən doğrayıb hazırladığım qozu əlavə edib qarışdırıram. Qoz əlavə edib qarışdırdığım sucuğu da bir siniyə tökürəm. Sucuğu siniyə tökəndən sonra sirkələyirəm ki, hər tərəfinə bərabər yayılsın.
Siniyə tökdüyüm sucuğun üzərinə yenidən doğranmış qoz ləpəsi səpirəm. Sucuğu ağız dadına görə bu cür isti halda qaşıqla da yemək olar. Sucuqlar soyuyandan sonra paxlava şəklində doğrayıram. Bu cür rəngi çox gözəl, dadlı sucuq alındı. Əsl sucuq belə qalınlıqda olmalı və doğranılmalıdır. İnanın ki, görünüşü kimi dadı da əladır. Rahat lokum kimi ağızda əriyir. Yeyənlər hər kəs bəyənib. İnanıram ki, sizlər də bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Kanala abunə olmağı, bəyənib, fikir və rəylərinizi yazmağı unutmayın. Abunə olun ki, növbəti videolarımdan xəbərdar olasınız. Hələlik.